Verilişin baş sponsorları Möhtəşəm Arriva Mebel Mərkəzi, təbii üsullarla müalicənin tək ünvanı Nərgiz Klinikası, Azərbaycanda mükəmməl distant təhsil, Anadolu Dövlət Universiteti. Şəhərimizin ən romantik və ən prestijli mebel mərkəzi Arriva Mebel. Burada sizə yalnız yüksək zövqə malik, klassik, modern, avangard mebellərin eksklüziv nümunələri təqdim olunur. Arriva mebellərinin cazibəsini, heyran edici gözəlliyini, romantik ab-havasını evinizə aparın. Rahatlıq, göz oxşayan rənglər, lüks mebellər, Avropanın ən məşhur mebel brendləri sizin olsun. Arriva sizin heç vaxt hiss etmədiyiniz cazibə və rahatlığınızı təmin edəcək. Şəhərimizin ən gözəl mebel salonu Arriva yolumuzu göstərir. Əziz xanımlar və cənablar, ürəyiniz istəyən İtalyan və Türk mebel çeşidləri Arriva Mebel Mərkəzində. Sevginizin romantik dəqiqələrini Arriva'da yaşayın. Nərgiz balzamı saç tökülməsində əvəzolunmaz vasitədir. Balzam mənim ixtiram əsasında hazırlanmışdır. Saç dibində olan qaşınmanı götürür, sızanaqların, səpkilərin qarşısını alır. Həmçinin də yeni tüklərin əmələ gəlməsində çox mühüm rolu vardır. Balzam uyğunluq və gigiyenik sertifikat əsasında hazırlanmışdır. Nərgiz balzamı ilə saç tökülməyə son. Ali təhsil almaq üçün artıq Türkiyəyə getməyə ehtiyac qalmadı. Türkiyənin Anadolu Dövlət Universitetinin distant təhsil sistemindən yararlanaraq təqdim olunan 12 ixtisas üzrə siz də ali təhsil ala bilərsiniz. Distant təhsil alma forması sizə Azərbaycanı tərk etmədən, həmçinin işinizdən ayrılmadan birinci, ikinci, hətta paralel ali təhsil almaq imkanı yaradır. 30 ildən çox distant təhsil verən Anadolu Dövlət Universiteti bugün 2 milyona yaxın tələbə sayına görə dünyanın 3 ən böyük universitetlərindən biridir. Qəbul imtahanları Türkiyənin Azərbaycandakı səfirliyinin və təhsil müşavirliyinin təşkilati dəstəyi ilə oktyabr ayında Bakı şəhərində keçiriləcək. Gecikmədən hazırlıq kurslarına qeydiyyatdan keç, qəbul imtahanında uğur qazanaraq sən də bu universitetin tələbəsi ol. Ona halallıq vermirəm. Nə eyləmişəm, qandirin olsun ki, gözündən gəlsin. Bala üzünə, nəvə üzünə həsrət qalsın, ey gözə görünməz Allah. Məni bu yaşında düzlərə salın, mən evimdə ölmək istəyirəm, qıçada ölmək istəmirəm. Sağ olsun Bakıda yaşayan insanlar bizi dolandırır, çörək verir bizə. Bizi yaşadırlar, mən kimin yanına gedim, kimin qapısına gedim bu yaşımda. Nə gecəm gecədir, nə gündüzüm günü, 19 ildir Vazqal nədir, metro nədir, keçidlər nədir, bağnalar nədir, orada keçim mən, damarım patladı gözümün. Qaldım tək göz. Bunu qəbul eləyirsə Allah Taala onu iki gözündən eləsin. Heç nə istəmirəm. Dünyada ən dəhşətli şey Azərbaycanın ən pis şey ata qarğısıdır. Hanımlar ve cenablar, Tok Show'nun aparıcısı Nurane Güler. Axşamınız xeyir. Axşamınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Xoş gördük hər birinizi, dəyərli qonaqlarımız, xoş gəlmişsiniz. Fəxrəddin mənim, xoş gördük sizi, xoş gəlmişsiniz. Ceyran xanım, siz xoş gəlmişsiniz. Sinə xanım, sizi xoş gördük, axşamınız xeyir olsun. Və bizim dəyərli həkimimiz Vəfa xanım, siz də xoş gördük, axşamınız xeyir. İnandırım sizi biraz öncə sizin o baxdığınız fraqmentlər ki vardı, bu Validə xanımla Ələkbər dayının bizə müraciətindən sonra proqramımıza gəldilər və bax bu görüntülərin hər kəs şahidi olduq. Ürək ağrısı ilə izlədik. Həqiqətən də atanın qarğışı
dəhşətli bir şeydir. Allah heç bir kəsə qismət etməsin ki, nə anadan, nə atadan qarğış görməsin. Amma atanın qarğışı bir başqa olur. Özü də Fəxrəddin müəllim deyirlər ki, atanın qarğışı tutur adamı. Tutur adamı. O atanın bu efir vasitəsilə deməyi ki, mən bir gözümdən olmuşam, görüm onu iki gözündən olsun. Başa düşən övlad üçün bundan artıq söz ola bilməz. Bunun oyanası yoxdur. Amma başa düşən övlad üçün. Biz Gəncə şəhəri ilə əlaqə saxlamışıq. Ələkbər dayının oğlunun yaşadığı ünvanla. Baxın, ünvanın adı ekranlarımızda var. Hal-hazırda Gəncə şəhərindən bizi izləyən tamaşaçılarımız da var, bilirəm. Gəncə şəhər 1-ci mikrorayon, bina 3, mənzil 75-də yaşayan Cavanşir Ələkbər oğlu Həsənov. Cavanşir bəy, belə deyək də, biz ekranlarda yazmışıq ki, axtarılırsınız. Əslində sizi illərdən bəri doğma atanız axtarır. Mikrofonunuz var mı sizin yanınızda? Buyurun, buyurun. Bizə ən son verilən məlumat bu oldu ki, həmən evdə hal-hazırda sizin gəlininiz belə deyək də yaşayır. Mətanətdir mi adı? Adı Mətanətdir? Eşitdiyinizə görə. Heç görməmsiniz onu? Görmüşük, məhkəmələrə o gəlir. Adı Mətanətdir? Aha. Mətanət xanım, biz hal-hazırda sizinlə əlaqə yaratmaq istəyirik, amma bilirəm ki, 100% bilirəm ki, hal-hazırda siz bizi izləyirsiniz. Mətanət xanım, telefonlarınıza zəhmət olmasa cavab verin. Bugün də cavab verməsəz, sabah cavab verəcəksiniz. Sabah da cavab verməsəz, ertəsi günü məcburiyyət qarşısında cavab verəcəksiniz. Sizin telefon bağlamağınız məsələnin köklü surətdə həll olunması deyil. Mətanət xanım, burada 80 yaşında bir atadan söhbət gedir. Ceyran xanım, küçələrdə qalıblar faktiki olaraq. Toyu necə olubdur ki, bu toyun kim eləyib? Xanım, siz görməmsiniz öz gəlinizi? Heç bir şey elə qəfildən, mən sadəcə o evə köçəndə çox üzr istəyirəm. Əvvəla hər birinizdə axşamınız xeyir olsun, salamlayıram. Mən o evə gedəndə bundan başqa xəstə bir dənə bunu görmüşəm, heç kimi görməmişəm. Bu evdə heç kim yaşamayıb. Uşaqları harada yaşayırdı o zaman? Onlar başqa yer, həmən bu oğlu başqa yerdə yaşayırdı. Neçə evladı vardı kişinin? 2 qardaşdılar, amma böyük qardaşına anadan olanlar bunu ata kimi tanımayıb. Nənəsi ilə xalası saxlayıb. O böyüyəndən sonra, amma bu problem olanda, onda onu da iddiaya qoşmuşdular ki, güya ki, onun da payı var, nə bilim mən. Amma onun çıxarış kağıdı, yəni o evdən düzdür, orada eldə adı olub, sonradan çıxarış kağıdı olub ki, o evdə adı olmağına baxmayaraq filan yerdə yaşayır. O da var, sənət sübutlar var. Ondan sonradan gördülər ki, yox, şeydir öyle. Həmin onun da evini, nənəsindən xalası rəhmətə gedəndən sonra, bir çox üzr istəyirəm ifadəmə görə, bir maniyət dayısı var, elə gələn, adı gəlin demək olarsa. Bundan həmin o dayı düşüb ortaya çalışırlar. Necə ki, həmin o qardaşının, nənəsi, xalası aparan, onun evini satdılar. Kəndədə gözəl evi var idi, həmin oğlana verirlər. Onun evini satdılar, onları vapadı qoydular dəlxanıya. Ondan sonradan o məsələ, qardaşlar düşdü. Ələkbər dayının ikinci həyat yoldaşıdır. Hə. Ondan sonradan o yapıya çox məhkəmələrə gəldi, özləri bir-birlərini dayılar eləyəndən sonradan burada təzlənlə məcbur oldular da o oğlan. Verin mikrofonu Ələkbər dayıya, Ələkbər dayı o sualları cavablandırsın. Ələkbər dayı, hə. Möhkəm danışsam eşidərsiniz? Hə? Məni eşidirsiniz? Sizin 2 oğlunuz var? 2 oğlunuz. Mikrofona deyin görüm. Bax, axırıncı dəfə hansını nə vaxt görmüsünüz? Axırıncı Cavanşiri görmüşüm. Mikrofona deyin. Cavanşiri görmüşüm. Nə vaxt görmüsünüz? Bu hadisə baş verəndə deməli qardaşımın qızına nişanlıydı. Aha.
Bana xəbər gəldi ki, bəs deməsən, bu Cavanşir qız qaçırdı. Dedi, mən nə qız qaçırdı? Bu qardaşımın qızına nişanlı ola, bu nə qız ola bilər? Dedilər, yox, bilmirik, dedi, qız qaçırdı. Həmən bu gəlini mətanəti qaçırdı? Xeyr, o qardaşımın qızı qaldı orada. O qaldı, indi, bax bu gəlin var, mətanət, bunu qaçırdı. Bəli. Bunu qaçırdı, bundan da uşaqları var da. Tabi bilmirəm, uşaqlar var idi, yox. Necə, oğlunuzun bilmirsiniz uşaqları? Yox idi, bir dənəsi var idi, yanında gətirmişdi. Mətanət gətirmişdi? Bəli. Sizin oğlunuzdan yox, oğlunuzdan əvvəlki necə? Bilmirəm, atam, anam, qurban olun, mən nə biləm. O qədər belə... İndi başqa uşaqları var, başqa uşaqları var. İndi 3 dənə uşaq. Xanım, mənim üçün maraqlı oldu ki, Nurayna xanım, o ev... Tanımam, dədəsi... O ev kimin adına idi? Kupça çıxarış kimin adına idi? Və hansı rayona baxırdınız Gəncədə? Kəpəz rayonu. Kəpəz rayon məhkəməsinə müraciət elədiniz. O ev sizə... Bizim üstümüzə baskına gəldilər. Baskına gəldi, döydü, söydürdü, kafenin adamlarını döydü, 2 maşın. Atasını döyüb, atasını döydü. Bunu mənim üstümə, baldızımın üstünə bıçaq çəkdilər, o arabət dəli oldu, ağılsızca o da öldü. Ölümündə onun da səbəbi oldu. Ondan sonradan çox üzr istəyirəm, özü getdi məhkəməyə verib, heç bizim xəbərimiz olmadan, bu da qonşuda iş götürüb işləyirdi. Bir də gördüm qonşu qapını döydü, kağız verdi ki, sizi məhkəməyə çağırıblar. Abalam, nə məhkəmədir filan, gedərsiniz. Gedəndə gördük ki, uşaqlar dedi, bu sizi məhkəməyə verib. Öz iddia vermişdi ki, ev mənim olsun, mənim mülkiyyət hüququm tanınsın. Məhkəmə nə qərar verdi? Məhkəməyə nə ev pay verilməyib qərarlar burada, nə mülkiyyət hüququm tanınmadı. Əminə xanım, mənlə danışın. İddiası rədd edildi. Bəli. Verdi apellyasiya, apellyasiya da həmin qərarı təsdiq elədi. Sonra verdi aliyə, ali də həmin qərarı təsdiq elədi, apellyasiya yenə. Bəs siz evdən niyə çıxdınız? Dayanmır. Üstümüzə demirəm, baskına gətirdi. Orada hüquq mühafizə orqanı vardı, sahə müvəkkili vardı, niyə müraciət etmirdiniz? Etmişik, çox eləmişik də, mən sizə əlbələr göstərdim. Sənədləri də var, eləyiblər. Əminə xanım, yenə əlaqə saxladınız siz. Mən nə oldu, o hüquq mühafizə orqanı? Heç nə, uçasqolumuz zat gəlirdi, bizi gətirirdi, evə qoyurdu. Heç padiyazı o yana düşməmişdən, gənə də aləmi qatırdı həmin gəlin müsibətlər. İnandırım ki, sizə ta efirdir, mən deyə bilmərəm onları. O bizim başımıza nə oyunlar açıb. Amma mən hamısını analıq adı deyilən analıq var. O ada qurban vermişəm həyatımı. Ki, yəni deməsinlər, analıqdır, bunu elədi, deməsinlər, analıqdır, onu eləsin. Hətta o bütün sənədlərini itirmişdi, sənədləri yox idi. Özü də fərari idi. Mən bunu indi efirdən deyirəm. Fərari idi, axtarışdaydı. Mənim subutlarım da var, axtaran adamlar da var idi. Sadəcə rəhmətli Heydər Əliyevimi, yoxsa bilməm, İlham Əliyevimi əff fərmanında o azadlıqçı oldu. Axtarışa gəlirdilər. Mən onu qoymadım ki, səni qoymaram gedəsən. Sənədlərini düzəltdirdim, verdim o analıq dediyi adam, eləyərdim onu. Onun nə oyunlar mənim başıma açdısa da mən onu demədim ki, yəni heç bir yerə ki, dedim qoy deməsinlər, analıq idi, gəldi atasının evində oturdu da. Eviniz neçə otaqdı ki? 5. 5 otaqda siz bir yerdə yaşaya bilməzsiniz? Orada eldə 3 otaq. Döyüb qovublar, adamları döyüblər, hər dəfəsində döyüblər. Ona hədiyyə verilir. Orada eldə 3 otaqdan var. Amma 5 otaq, 2 otaq bunun zəhmətinə, orada travma alıb. 43 ildir, 74-cü ildən o ev buna verilib. Onun mülkiyyətindədir, öz əməyinə, fəhlə əməyinə verilib. 10 qəpik bir adam deməyibdir ki, bu ev 80 yaşında bir adam öz şəxsi evindən didərgin salınır. İcra şöbəsi niyə icra eləmir bəs? Ondan sonradan o məhkəməni yarımçıq qoydu. Elə bil evdə 93-cü ildə qanuni ev özəlləşdirilmişdi bunun adına. Həmin devlət iş yeri, bunun sənədlər var, bunun adını özəlləşdirmişdi. Həmin oğlan da, anası da, özü də. Gedib notariusun qabağında verib eləmişdi. Sonra 93-cü ildə özəlləşən nedir? 2004-cü ildə, mən açıq deyim, çox incimdən üzr istəyirəm. Puldan verdiyi, həmin hakim Allah götürmədi, getdi. Elə bugün qərarı verdi, o gün də getdi. Qərarı verdi, 12 ildən sonra həmin qanun özəlləşən evin özəlləşməsini ləğv etdirdi. Bütün sənədləri gətirmişsiniz də, siz eləməyəm. Ötən proqramımıza gətirmişdi əziz tamaşaçılarımız. Qoydu ki, güya ki, imza onun deyilir. Amma həmin imzalı bu dəqiqədə siz ekspert kimi gedin yoxlayın, sənədlər var. Validə xanım, bütün bu yoxlanışlarla Hüquq Müdafiə Bürosunun hüquqşünasları məşğul olacaqlar. Siz narahat olmayın.
siz sadəcə olaraq çıxış yoluna müraciət etmisinizsə, vəssalam, hüquqi işlərinizlə bağlı bütün bu ayrıntılara Hüquq Müdafiə Bürosunda baxılacaq. Yəni Elçin müəllimin birbaşa olaraq xəbəri var. Ata, ağlama. Ələkbər əmi. Ağlama. İnanırsınız ki, mənə rejimə salsalar, bədəlimdə sürüləri qırıb-qırıb, sən qoymuşam, mənim səhmədim. Mən nə eləməliyəm? Nəyə görə mən küçədə qalmaram? Reklamlara ayrılaq. Verilişin baş sponsorları Möhtəşəm Arriva Mebel Mərkəzi, təbii üsullarla müalicənin tək ünvanı Nərgiz Klinikası, Azərbaycanda mükəmməl distant təhsil, Anadolu Dövlət Universiteti. Şəhərimizin ən romantik və ən prestijli mebel mərkəzi Arriva Mebel. Xanımların zövqünə oxşayan Bakıda nömrə 1 Arriva Mebeldəyik biz. Nə gözəl mebellərdir. Sanki nağıllar aləmindəyik. Burada sizə yalnız yüksək zövqə malik, klassik, modern, avangard mebellərin ekskluziv nümunələri təqdim olunur. Bakıda nömrə 1 olan Arriva'ya gəlsəz, burada hər bir şey, yəni İtalyan mallardır. Əziz kişilər, qadınların ürəyinə yol tapmaq istəyirsinizsə, yolunuzu Arriva Mebel salonundan salın. Üçün artıq Türkiyəyə getməyə ehtiyac qalmadı. Türkiyənin Anadolu Dövlət Universitetinin distant təhsil sistemindən yararlanaraq təqdim olunan 12 ixtisas üzrə siz də ali təhsil ala bilərsiniz. Distant təhsil alma forması sizə Azərbaycanı tərk etmədən, həmçinin işinizdən ayrılmadan ikinci, hətta paralel ali təhsil almaq imkanı yaradır. 30 ildən çox distant təhsil Anadolu Dövlət Universiteti bugün 2 milyona yaxın tələbə sayına görə dünyanın 3 ən böyük universitetlərindən biridir. Qəbul imtahanları Türkiyənin Azərbaycandakı səfirliyinin və təhsil müşavirliyinin təşkilati dəstəyi ilə oktyabr ayında Bakı şəhərində keçiriləcək. Gecikmədən hazırlıq kurslarına qeydiyyatdan keç, qəbul imtahanında uğur qazanaraq sən də bu universitetin tələbəsi ol. Bugün insanlar arasında çox yayılmış xəstəliklərdən biri də qaraciyər öd xəstəliklərdir. Həmçinin helmintlər, mədə-bağırsaq xəstəlikləri, saç tökülməsi, bu kimi xəstəliklər bugün çox qlobal bir mövzudur. İnsanların ən çox şikayətləndiyi ağızda acılığın olması, quruluğun olması, üzlərində ləkələr olur, dəridə səpkilərin olması. Bu kimi hallarla həmin xəstəliklər özünü biruzə verə bilir. Ödün yuyulması prosedurasında həmin lembliyozların təmizlənməsi, bütün parazitlərin təmizlənməsi, həmçinin dəri səpkilərinin azalması, dəridə olan ləkələrin azalmasında öd yuyulma prosedurunun çox önəmli yeri var. Bu balzamlarda saç tökülməsi əleyhinədir, saç dibində olan qaşınmaları götürür, səpkini götürür, dəridə olan qızartıları götürür, kəpəyi götürür və yeni tüklər əmələ gətirir. Bu fitoçay ilə helmintlərin, qurtların, qaraciyərin ödün tam təmizlənməsində tam effektivdir və zərərsizdir. Ümumiyyətlə, orqanizmdə olan bütün toksiki maddələrin təmizlənməsində təbii vasitələrin əvəz olunmaz yeri var. Davam edirik, əziz tamaşaçılarımız. Nərgiz Klinikasına dərin təşəkkürümü bildirirəm. Nərgiz Klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru, bizim çox hörmətli fitoterapeutimiz Məlahət xanımı buradan salamlayıram və elə video çartdan da eşitdiniz ki, öd yollarının yuyulması bugün Nərgiz Klinikasında təbii üsullarla aparılır. Ümumiyyətlə, Nərgiz Klinikasında bütün xəstəliklərin müalicəsi təbii üsullarla aparılır. Belə deyək də, bugün Azərbaycandan, belə deyim, dəb düşüb, kim xəstələnir deyirlər, İrana gedək, Rusiyaya gedək, ora gedək, bura gedək, yaxşı həkimlərin ünvanını axtarırıq. Mən sizə əminliklə söyləyirəm ki, bugün Nərgiz Klinikasına getsəniz, özünüz gözlərinizlə şahid olarsınız ki, İrandan, Türkiyədən, Rusiyadan axın-axın xəstələr məhz Məlahət xanımın yanına gəlirlər Nərgiz Klinikasına.
Əgər İrandan, belə deyim, onun yanına xəstələr gəlirlərsə, bəs biz niyə özümüz getməyək? Niyə biz əlavə xərc edib başqa ölkələrə sağalmaq üçün, şəfa tapmaq üçün gedək? Gəlin bu barədə bir balaca düşünək. Və Məlahət xanıma dərin təşəkkürümü bildirirəm. Həkimimiz də buradadır, Vəfa xanım. Birazdan Vəfa xanım da kardioloq olaraq ürək xəstəlikləri ilə bağlı öz sözlərini söyləyəcək və bizim çox dəyərli qonağımız Vəkillər Kollegiyasının üzvü İkram müəllim gəlib. Xoş gəlmişsiniz İkram müəllim. Axşamınız xeyir olsun. Xoş gördük sizi. Bu arada əziz tamaşaçılarımız Miray adlı yeni bir psixoloji mərkəzin açılışında olduq bu yaxınlarda. Ayşən xanım, bizim dəyərli psixoloqumuz Ayşən xanımın rəhbərliyi ilə açılan bu Miray Psixologiya və Nitq İnkişafı mərkəzi mənə elə gəlir ki, valideynlər üçün yeni və doğma bir ocağa çevriləcək. İzləyək video çarxı. Bugün mənim üçün çox xoş bir gündür. Çox sevinirəm ki, siz yanımdasınız bugün. Sizə minnətdaram ilk öncə. Və təbii ki, bu məni həm də bilirsiniz, ölkəmizdə psixoloji mərkəzlərin sayı çoxalır. Bu əslində çox yaxşı bir göstəricidir. Çünki illər öncə insanların psixologiya sözünə olan fobiyası, insanların psixologiya yanaşması dəyişir artıq yavaş-yavaş. Həm də eyni zamanda cəmiyyətimizdə hiperaktiv uşaqlar var ki, onların sayı azalır. Bəli, insanın həyatının deyərdim ki, ən təhlükəli dönəmi olan yeniyetməlik yaşında psixoloqların vasitəsilə uşaqlarımıza dəstək olarkən ailələrin həm ailələrə yardım etmiş olurlar, həm də o övladlarımızın cəmiyyətdəki frekansı, mövqeyi çox uyğunlaşmış olurlar. Eyni frekansda olurlar öz yaşıdları ilə. Əziz xanımlar, körpələrinizi də gətirin. Bura çox gözəldir, diqqət. Əsas diqqətdir, o da var burada. Bir də Ayşən xanıma xoş günlər arzulayırıq. Təbrik edirəm. Ayşən xanıma uğurlar arzuyuram, kollektivə uğurlar arzuyuram. Çünki gənc bir kadrlardır və mən güman edirəm ki, Azərbaycanın gələcəyində, bax, burada böyüyəcək uşaqlar və bu gənc kadrların böyük rolu olacaq. Uğurlar arzuyuram, təbrik edirəm, uğurlu olsun, axarlı olsun. Bizim uşaqlar burada düzgün vətənpərvərlik mövqeyində təməlləri qurulsun və onlar Azərbaycana təqdim olun. Xeyirli uğurlu olsun inşallah. Uşaqlarımız da, valideynlər də buradan razı qalsınlar. Bugün belə mərkəzlərin həqiqətən də çoxalması, olması cəmiyyət üçün çox xeyirlidir və mən buradan Ayşə qızımıza buradan onu təbrik edirəm. Uğurları bol olsun. Mərkəzimizdə maksimum dərəcədə çalışacağım ki, fəaliyyət göstərən mütəxəssislər əsl mütəxəssislər olsun. Budur. Təbrik edirik Ayşən xanım sizi və əziz tamaşaçılarımız bugündən etibarən bizim çıxış yoluna müraciət edən, sosial məsələləri ilə bağlı müraciət edən hər kəsə əgər bir psixoloqa ehtiyacı olacaqsa, istər bu böyüklər olsun, istər yeniyetmələr və yaxud da uşaqlar arasında olsun, birbaşa biz Ayşən xanıma yönləndirəcəyik. Bugündən çıxış yolunun, belə deyim, bir əməkdaşı da var. Bu da Miray Psixologiya və Nitq İnkişafı mərkəzidir. Bizimlə dostluğa başladınız, dostluğumuz möhkəm olsun və inanıram ki, çıxış yoluna nicat tapmağa gələn insanlara siz də Ayşən xanım əlinizdən gələn yardımı edəcəksiniz. Minnətdarlığımı bildirirəm. Və əziz tamaşaçılarımız, bugün bizim masamızın üstündə Tüado çaylarını görürsünüz. Mən Tüado çayları haqqında da diqqətinizə çatdırmaq istəyirəm qısa bir məlumatı. Bilirsiniz ki, dünyada ən keyfiyyətli çaylar yüksək dağlıq ərazilərdə olan, yəni becərilən çaylardır. Tüado çayları da Azərbaycanımızın, Lənkəranımızın
Tüado kəndində dəniz səviyyəsindən 1000 metr yüksəklikdə olan bir ərazidə yetişdirilir, becərilir. Tüado kəndi relyefi o qədər gözəldir ki, Leriklə deməli Masallı meşələrinin sərhəddində yerləşir. Bir tərəfdən Xəzər dənizinin havası, bir tərəfdən də dağ meşələrinin havası xüsusi bir iqlim şəraiti yaradır ki, bu iqlim şəraitində yetişdirilən, becərilən, bax bu kəndin adı ilə hallanan Tüado çayları doğrudan da dünyanın ən məşhur, heç bir qatqı olmayan, kimyəvi heç bir qatqısı olmayan, heç bir ətirdən istifadə olunmadan, qatqıdan və gübrədən, hətta mineral gübrələrdən belə istifadə olunmadan qablaşdırılan bir çaydır. Azərbaycanımızın istehsalıdır. Ətri doğrudan da çox gözəldir. Hər biriniz istifadə edə bilərsiniz və bir nüansı diqqətinizə çatdırmaq istəyirəm. Baxın, bizim operatorlarımız göstərsinlər. Hüsniyəm, o aşağıdakı çayı istəyirəm göstərəsəm. Qızıl buket adlanır. Bax bu çaylar. Niyə qızıl buket adlanır? Deməli, çox maraqlıdır. Bu qızıl buket adlanan bu çayların içərisindəki çay, birinci deməli çay budağının üstündəki hələ burulmuş vəziyyətdə olan çayın hələ yarpağı açılmayıb, təsəvvür edirsiniz. Yarpağın özü zoğ formasındadır. Bəli, özü də onun yığımını səhər o başlandan edirlər. Hələ gün doğmadan, təsəvvür edin ki, şehli-şehli, gün hələ doğana qədər, saat 11-ə qədər artıq bu yığım bitir, qurtarır. Deməli, Tüado çaylarının ilkin olaraq budağın üstündəki həmən o yarpağın, bükülmüş vəziyyətdəki olan yarpağın yığılmışıdır bu. Adı da qızıl buketdir. Mən təşəkkür edirəm Tüado çaylarını istehsal edənlərə. Əl əməyi ilə istehsal olunur. Bu çayların qablaşdırılmasında heç bir avadanlıqdan və mexanikadan istifadə olunmur. Yalnız emalı zamanı zavodda, yəni onun çayın xüsusi bişirilməsi zamanı istifadə edirlər. Orada işləyən hər bir xanıma, Lənkərandan olan bax bu xanımlara üzümü tuturam buradan, təşəkkürümü bildirirəm və salamlarımı yetirirəm. Tüado çayları haqqında vaxt aşırı mən sizə dolğun məlumatları verəcəm. Təşəkkür edirəm bir daha. Hər yerdən əldə edə bilərsiniz və ekranlarda da telefon nömrələri var idi. Baxın, 051 406 73 22. Amma bu çayların belə deyək də ərazisi o qədər də çox deyil. Yəni, çox deyil. Ona görə zəng edib sifarişlərinizi də verə bilərsiniz. Həqiqətən çox ətirli çaydır. Belə mənim əzizlərim, Cavanşir bəylə biz əlaqə saxlamağa çalışdıq. Cəhd etdik Gəncə ilə əlaqə saxlamağa. Mətanət xanım, siz də telefonlarımıza cavab vermədiniz. Amma məni bilirsiniz bayaqdan nə maraqlandırır. O diqqətinizə çatdım ki, İkram müəllim də tanıyırsınız bu Gəncədən gələn bizim şikayətçilərimizi. Gəncədə olanda apellyasiya məhkəməsində bu xanım mənə yaxınlaşdı ki, bəs bir vəkil bizi pulumuzu alıb veriliyibdi. Yəni mən o... Şikayət eləmişdilər, hə? Şikayət eləmişdilər. Amma daha mən onların məsələsi nədir? Onu dinləməmişəm. İndi nədir, mən bilmirəm o məsələ. İkram müəllim, bu 80 yaşlı bu Ələkbər kişi artıq neçə illərdir ki, oğlu onu evindən çıxardıb. Ev də bu kişinin öz adına olan bir evdir. Nə bilim, nankör oğul deyək, necə oğul deyək. Deyir, hərəmizin nə qədər ömrümüz var ki, 100 ili bilmirik, başa vuracağıq, yoxsa yox. Bu oğul, bu atanı, 80 yaşlı atanı evdən niyə çıxardır? Bu ataya Allah sizə ömür versin, lap 100-dən çox yaşayasınız. Amma gəlin indi reallıqla danışaq da. Bu kişi özü ilə bu evi götürüb aparacaq. Mən üzr istəyirəm. Əvvəla salamlayıram tamaşaçıları, auditoriyanı salamlayıram. Biz nədənsə bütün hallarda deyəndə əksər hallarda belə olur ki, biz nəticədən danışırıq. Elədirmi? Axı, əvvəl səbəb gəlir, sonra nəticə gəlir. İndi biz tanış olduq bu məsələ ilə. Yəni, bu sözün bitdiyi yer belə bir ifadə var. Jurnalistlər daha çox gəlir. Doğrudan da bu bütün hissiyatın, bütün insanlığın, tək Azərbaycan millət üçün yox, bəşəriyyət üçün bəla olan bu nankörlüğün şahid oluruq biz. Elədirmi? Amma biz onu birbaşa günahlandıra bilmərik, çünki bizim hadisənin içindən, özəyindən xəbərimiz yoxdur. Amma bütün hallarda nə olur olsun, hansı vəziyyət, hansı hal baş verirsə versin, ata atadır. Elədirmi? Atanın haqqı haqqında burada danışmaq olar, saatlarla, parfoslarla, bəlağətli cümlələrlə, buna ehtiyac görmürəm. Sadəcə olaraq Ələkbər əmiyə mən baxıram, ağsaqqal bir insandır və insan simasına yazılıb da, nurlu bir insandır. Danışığından, o üç dünyasının zənginliyindən,
İndi talehi də onu gətiribdir. Amma mən düşünürəm ki, mən hesab edirəm ki, o Cavanşir dediyiniz onun oğlu var, yəqin biz efir vasitəsilə izləyir. Mütləq izləyir. Onun tərbiyəsində qüsuru olub və bu qüsurun da böyük əksəriyyəti bizim ağsaqqalımızın üzərinə düşür. Yəni tərbiyəsində qüsur olub, tərbiyəsində natamamlıq olubdur. Fəxrəddin müəllim, bir məsələni istəyirəm özləri açıqlasınlar. Mən üzr istəyirəm, sözünüzü fikrimi bitirim. Mən təxminən bir 20 il öncə Suriyada bu çəkilişlərlə bağlı televiziyada çalışanda Hələb şəhərində olduq. Onda Hələbin gözəl vaxtları idi, insanların yaxşı yaşayan vaxtları idi. Orada mən maraqlandım, dövlətin qanunları ilə, dövlətin siyasəti ilə belə maraqlı şeylər vardı orada. Çünki istəyirdim ki, biraz məlumat dairəm biraz geniş olsun. Maraqlı mənə bir məlumat verdilər. Orada 3 nəfəri mühakimə etmədən asılırlar. Asırlar. Yəni edam edirlər. Onlar kimlərdir? Hərbi xidmətdən yayınlanlar, yəni əsgərlikdən qaçanlar, oğurluq edənlər, bir də valideyninə nankor çıxanlar, onlara əl qaldıranlar. Bax, belə bir qanun vardı Suriyada. İndi o dövrdə orada yaşayanlar, işləyənlər, gedib gələnlər yəqin ki, efir vasitəsilə baxırlar, fikrini təsdiq edirlər. Bilirsiniz, insanlığa yaraşmayan, insanlıqla bir araya sığmayan əməlin son həddidir. Valideynə qarşı bu münasibət. Baxır bizə qardaşımız mı deyim, yəni həm vətəndaşımız mı deyim? Vətəndaşınız desəniz yaxşıdır. Cavanşir. Cavanşir, o sənin atandır. Sənin damarında axan qan, sənin iliyində olan o, nə bilim, nə, o kişidən, yəni o kişinindir, canı da sənsən, qanı da sənsən. Sənə tərbiyə verən də odur, səni böyüdən də, çörək verən də. Mən bir faktı istəyirəm deyək, bircə dəqiqə, üzr istəyirəm. Cavanşirin anasının ölümünü istəyirəm, açıqlayasınız. Siz təsəvvür eləyin ki, əziz tamaşaçılarımız, Cavanşir 80 yaşlı atasını ki bu vəziyyətə salıb, anasının da ölümünə səbəb olub. Cavanşirin anasının ölümü ondan ibarətdir ki, birinci bağışlayın, üzr istəyirəm. Şəxsən mən onu belə saxlamışam. Ona görə ki, mən ondan heç nə əsirgələməmişəm ki, o qonşunun uşağını yeyəndə o onun əlinə baxsın. Elə baxmışam ona. Ondan əvvəl bir gün işləyirdi, mənə xəbər gəldi ki, bəs deməzsənmi ki, bəyim rəhmətə gedib. Mən dedim, siz nə danışız, dəlisiniz, nəsiz? Kim rəhmətə gedib? Yoldaşım. Anası rəhmətə gedib. Dedim, nə sərbim, mən axşam bir yerdə yotdu, söhbət elədik belə elə. Həmən şey saat 3-də balnisada işləyirdi, medsestra 3-də ismenə gedirdi. Nə söhbət o ya, axşam tərəfi mən xəbər gəldi ki, bəs deməzsəm bəyim ölür, deyim, dəlisiniz mənim, nə ölür, nə? Gedəndə gördüm, həqiqi də bu işə gedəndə Astanovkada yıxılıb, ölübdür, gətiriblər qonşuya qoyub. Səbəbi nə idi onun ölüm səbəbi? Səbəbi ondan ibarət idi ki, bir gün övə gəldim işdən sonra, gördü bu ağlayır. Dedim, nə olub, niyə ağlayırsan? Dedik, deməzsən belə Cavanşir ölübdür, 2 saldat gəldi, bax xəbər elədi ki, bəs Cavanşir ölüb, gəlib meydini aparın. Oğul, əskərlikdə, güya. Höhmət dur gedək. Dedim, bu gecəni biz hara ged, tər hara, biz hara. Dedim, imkan elə, səhər tezdən gedərik. Bu əli yol akıranla dammışdı ki, onda heç bir şey olmuyor, prostu, nəysə. Sözüm onda deyil, sabah açıldı, durdum, onu apardıq. Gedəndə gördüm, saldatlarla yığılıb oraya, nəysə alıb oynayırlar. Cavanşir? Cavanşir, bəs ölüm xəbərini kim gətirmişdi? Dedim, vicdan, saat 3-də çatdıq oraya. Dedim, vicdansızdan belə xəbər yollayırsan. Bəs bilmirsən ki, mamanın xəstədir, belə olacaq. Gülə-gülə dedi, özüm zarafat edib, gömməni çoxmu istəyirsiniz? Təsəvvür eləyirsiniz? Məncə onda ağlı normal işləmir o insana. Mən belə bir şey eşitməmişəm. Deməli, oğul bilə-bilə anasının üstünə özünün ölüm xəbərini göndərir ki, görüm anama necə təsir göstərəcək bu. Bilirsiniz, indi bunlar gəliblər, üzr istəyirəm, çıxış yoluna. Bizim hamımızın vəzifəmiz, yəni ekspert olaraq kömək eləməkdir, ağıllı fikirlər deməkdir.
Amma bütün bunlar hamısı hüquq müstəvisində həll olunan məsələdir. Sizin ailədə oğul ata arasında artıq o müqəddəs bir pərdə var. Ondan söhbət edə bilməz. O dağılıb gedib. Ay bərpa eləyək, mehriban olasınız. Bu mümkün olan şey deyil, özümüzü anlatmayaq. Bizim hörmətli hüquqşünasımız, bizim hamımızın böyük hörmət elədiyimiz, yəni zaman-zaman hüquq müstəvisində öz sözlərini demiş, yəni Azərbaycanımızın hamımızın hörmət elədiyim İkram müəllim buradadır. Mən təklif edirəm ki, yəni birbaşa məsələni ona yönəldək. Yəni o özü hansı, yenə deyirəm, ancaq hüquq müstəvisində, Azərbaycanda mövcud olan hüquq qanunları əsasında məsələ həll olunmalıdır. Siz bayırda qalmalı deyilsiniz. O evdə yaşamaq sizin haqqınızdır. O ev sizə hədiyyə olaraq deyəsən verilib, elədirmi? Orderlə verilib. Bəli. Bəli. Və sizin haqqınızı müdafiə eləmək. Bizə dedilər ki, əlaqə saxlayıblar o nömrə ilə. Nə dedilər Əminə xanım? Buyurun. O nömrədən nə dedilər? Gəncədən nə dedilər sizə? Aha. Bizimlə 18 yaşında oğlu var. 18 yaşlı oğlu dəstəyi qaldırıb və deyib ki, bizimlə şərt mi kəsirlər? Yarım saat müddətində danışacaqlar bizimlə. Çox əcəb, biz yarım saatı da sizə görə yox, Ələkbər dayının xatirinə gözləyərik. Reklamlara ayrılaq. Çəkin, xahiş eləm ki, mənim başıma... Alıb yemirsən, kiriyə evlər verirsən. Elə, yeri, deyə ərim maşını alıb üstüzə qoy. Mənim qızıma babası xəstədir. Qazandığı pulları yemişsiniz. Saxta yemiş, saxta iş. Onun pulu var, 10 dənə sütü var onun. Mən səni tanımıram, sənin qapını niyə görə mən dövməliyəm? Biz sizin haqqınızı yeməmək üçün sizin də səsinizi eşitdirmək istəyirik cəmaata. Verilişin baş sponsorları Möhtəşəm Arriva Mebel Mərkəzi, təbii üsullarla müalicənin tək ünvanı Nərgiz Klinikası, Azərbaycanda mükəmməl distant təhsil, Anadolu Dövlət Universiteti. Arriva Mebel Mərkəzi dünyanın ən məşhur Türkiyə istehsalı olan Asılgül bronz markalı 24 əyyarlıq qızıl işləməli mebel brendlərinin klassik dizaynlı, son dəbli, yataq, qonaq və yumşaq mebel dəstlərini təklif edir. Gördüyünüz Arriva Mebel Mərkəzində klassik deyil, həm də avangard model mebellər var. İtaliyanın Turri brendi dünyada məşhurdur. Siz bu mebelləri artıq Avropada deyil, Azərbaycanda, Bakıda, məhz Arriva Mebel Mərkəzində tapa bilərsiniz. Gördüyünüz bu gözəl yataq dəsti İtaliyanın məşhur brendi Turri firmasıdır. İtaliyanın Turri mebelləri təkcə gözəlliyi ilə deyil, həm də rahatlılıq və komfortu ilə seçilir. Xüsusilə yataq dəstlərinin, dolablarının geniş dizaynı, oturacaqlarının daha asan hərəkətliliyini təmin etmək üçün rahat tutacaqları və aynalarının kənarındakı dəri işləmələri mebellərə xüsusi dəyər verir. Bu da İtaliya brendi olan Turri'nin qonaq dəstidir. Çox möhtəşəm. Arriva'da İtaliyanın Turri brendindən başqa məşhur Giorgi Collection-dan olan ən son dəbli mebellərini də görə bilərsiniz. Ölə bilərəm, ay yarım, ölə bilərəm. Ölə bilərəm, ay yarım, ölə bilərəm. Bu mebellərin içində ölmək yox, yaşamaq istəyirəm. Giorgi Collection-dan olan mebellər özəlliyi ilə fərqlənir. Mebellərin üzərində dəri işləmələr var. Bunu əlbəttə ki, zövqlü xanımlar çox bəyənəcəklər. Dəri siyirmələr və sandıqvari açılan güzgülər çox fərqli və qeyri-adidir. Sevginin və rahatlığın tək məkanı Arriva Mebel Mərkəzidir. Sevginizin romantik dəqiqələrini Arriva'da yaşayın.
Əziz tamaşaçılarımız, Arriva Mebel mərkəzində bütün mebellərə bu yay boyunca 50% endirimlər olacaq. Mən hər zaman buradan söyləyirəm ki, Arriva Mebel mərkəzindəki mebellərin üzəri xalis bronzdur və 24 əyyarlıq qızıl işləmələrdir. Həqiqətən də üzəri qızıl işləməli mebellərin qiyməti də bahalıdır. Amma Arriva Mebel mərkəzində çox dəbdəbəli, yaraşıqlı, belə deyim, qiyməti baha olan mebellərlə yanaşı hər birimizin cibinə uyğun olan mebellər də var. İstər avangard, istər modern, istər klassik üslubda olan bu mebelləri siz kredit vasitəsilə və 50% endirimlə yayın sonuna qədər ala bilərsiniz. Təşəkkürümü bildirirəm Arriva Mebel mərkəzi rəhbərliyinə, şəxsən burada Səyyad müəllimə salamlarımızı getiririk. Və əzizlərim, Anadolu Dövlət Universitetinə qəbul imtahanlarına getdikcə vaxt azalır. Oktyabr ayı üçün qəbul imtahanlarıdır, bilirsiniz. Və sənədlərinizi artıq yönləndirə bilərsiniz Anadolu Dövlət Universitetinə. Bax, bu universitetdə distant təhsil almaq üçün qətiyyən sizin Türkiyəyə getməyə heç bir ehtiyacınız yoxdur. Azərbaycan üzrə xüsusi nümayəndəliyi, təmsilçiliyi var ki, bu təmsilçilik vasitəsilə siz, belə deyim, bütün kitablarınızı ödənişsiz olaraq alacaqsınız. Anadolu Dövlət Universiteti hər bir tələbəsi üçün interaktiv olaraq internet üzərindən bütün dərsləri ödənişsiz, pulsuz verir və siz ikinci təhsilinizi distant ala bilərsiniz. Hətta üçüncü təhsilinizi distant formada həll edə bilərsiniz. Hətta siz Bakıda, deyək ki, hər hansı bir universitetdə təhsil ala-ala eyni qaydada ikinci təhsilinizi də paralel olaraq Anadolu Dövlət Universitetində ala bilərsiniz. Bax, bununla siz 4 ildən sonra artıq bir universitetin məzunu yox, eyni zamanda 2 universitetin və 2 ixtisasın məzunu olacaqsınız. Bu sizin gələcək karyeranız üçün çox böyük bir şansdır. Bu şansı əlinizdən qaçırtmayın, sənədlərinizi artıq verin və telefon nömrələrinizi də ekranlarınızdan görürsünüz. Bakı üzrə təmsilçiliyinə müraciət edin. 563 2020 563 0909 və 070 ilə 892 0707. Və əzizlərim, dediyim kimi Nərgiz Klinikasının həkimi bugün bizimlə bərabərdir, hörmətli bizim kardiologumuz Vəfa xanım. İndi mən xahiş edəcəm Vəfa xanım bir kardiologiya haqqında, ürək xəstələri haqqında öz məsləhətlərini hər birimizə versin. Dinləyək Vəfa xanımı, buyurun. Axşamınız xeyir, hər kəs salamlayıram. Deməli, mən bugün sizə hipertonik krizlər haqqında danışmaq istəyirəm. Hipertonik krizlər hipertoniya xəstəliyinin ağırlaşmış bir formasıdır. Bu kimlərdə rast gəlinir? Tam müalicə olunmayan hipertoniya xəstələrində, uzun müddət sinir-psixi gərginliklə müşahidə olunan, deməli, sinir-psixi gərginlik müşahidə olunan hipertoniya xəstələrində, şəkərli diabetlə yanaşı gedən hipertoniya xəstəliyində, deməli, sonra duzlu qidalar qəbul edən, spirtli içkilər qəbulundan sonra, deməli, hipertonik krizlər baş verə bilər. Hipertonik kriz nəyə deyirik? Deməli, arterial təzyiqin gündəlik rast gəlinən hipertoniya xəstəliyində heç vaxt olmayan bir yuxarı həddə qədər qalxması hipertonik kriz adlanır. Bu zaman bu nə ilə qorxuludur ki, burada ən çox hədəf orqanları zədələnir. Hədəf orqanlar dedikdə beyin, deməli, böyrəklər, ürək, deməli, ən çox deməli, zədələnən orqandır. Beyin zədələnən zaman, bu zaman deməli, insultlar əmələ gəlir. Bunun özü də işemik və hemorragik olmaqla iki cür deməli insult burada baş verə bilər. Bundan başqa ürək əzələsində miokard infarktı baş verə bilər. Böyrək damarları uzun müddət deməli bu hipertoniya xəstəliyinin nəticəsində deməli onsuz da orada böyrək yumaqçıqlarında patoloji vəziyyət əmələ gəldiyini görüb böyrəklərdə büzüşmələr əmələ gəlir. Bundan başqa deməli qəflətli korluqlar əmələ gəlir, deməli göz dibində olan dəyişikliklər hesabına. Ona görə də deməli bu hipertoniya xəstələri əgər hipertoniya diaqnozu qoyulubsa bu xəstəliyə mütəmadi şəkildə, yəni təzyiq qalxana deyil, mütəmadi şəkildə ömür boyu ona antihipertensiv dərmanları qəbul eləməlidirlər. Bundan başqa böyrəklərdə o dediyimiz dəyişikliklər olmasın deyə vaxtaşırı böyrək silikdən analiz verilməlidir. Onlarda deməli kreatinin miqdarı dəqiq bilinməlidir. Şəkər xəstəliyi varsa yanaşı deməli şəkər daim normal həddində saxlanılmalıdır. Bundan başqa vaxtaşırı olaraq deməli, hipertoniya xəstələri kardioloqun müayinəsindən keçməlidir ki, onlarda deməli kardioqramma çəkilməlidir ki, və yaxud da ekokardioqrafiya müayinəsi keçilməlidir ki, onlarda miokardın qalınlaşmasının dərəcəsi və yaxud da ki, ürək boşluqlarında olan genişləmə, yəni dilatasiya vaxtında aşkar olunsun ki, o gələcəkdə ola biləcək ağırlaşmaların qabağı alınsın.
Aydındır, təşəkkürümü bildirirəm. Vəfa xanım, minnətdaram sizə və əziz tamaşaçılarımız Nərgiz Klinikasına dediyimiz kimi müraciət edə bilərsiniz. Nərgiz Klinikasında bütün xəstəliklər təbii üsullarla müalicə olunur və çoxları, belə deyim, ödün yuyulması ilə bağlı müraciətlər edirlər. Baxın, bu klinikada öd yollarının yuyulması təbii üsullarla aparılır. Çox valideynlərimiz də elə özlərində və yaxud da övladlarında ləmlə qurtlarının olmasından şikayətlənirlər. Bax, bu ləmlə qurtlarının da tamamilə bədəndən xaric olunması birbaşa təbii yollarla məhz Nərgiz Klinikasında aparılır. Və mənim əzizlərim, Nərgiz Klinikasında da xüsusi endirimlər var. Ramazan ayı müddətində bilirsiniz ki, Məlahət xanım bax bu ay boyunca çoxlu xeyriyyə aksiyalara imza atdı. Mən buna görə həm Məlahət xanıma, həm də Nərgiz Klinikasının bütün tibbi heyətinə dərin təşəkkürümü bildirirəm. Belə, bizim o dediyiniz kimi Gəncə şəhərindən 18 yaşlı dediniz ki, nəvəsi telefonu qaldırmışdı, o cavab vermişdi. Nə söylədi sonunda? Əminə xanım, bir mənə deyin. Yarım saatımız hələ bitməyib. Mənə çox maraqlıdır ki, hal-hazırda yəqin ki, 18 yaşlı nəvə ekranı izləyir. Sonuncu dəfə, ay nəvə, siz 80 yaşlı babanızı harada görmüsünüz? Görmüsünüzmü? Küçədə görsəniz tanıyarsınızmı? Bugün sizin babanız, belə deyim, ona buna möhtac vəziyyətindədir. Sizin babanız, sizin o soyadını daşıdığınız kişi bugün ona buna xahiş edir ki, mən sənin evində qalım. Bu ayın sonuna qədər sən mənə, belə deyim də, maddi kömək ilə açıq-açıq söyləyəcəm sizə. Xəbəriniz varmı sizin bundan? Aynur xanım, siz Nurana xanım icazə verin. Yəni mən vəkil kimi gəlmişəm. Mən öz işimlə əlaqədar da. İndi burada çox üzr istəyirəm. Biz gəlirik bir neçə dəfə olur. Yalnız reklama baxırıq. Biz nədən ötürü gəlmişik, onun məsələni həll eləmirik. Reklamların da öz yeri var, hüquqi məsələlərin də öz yeri var. Mən neçə dəfə gəlirəm. İndi məni çağırmışsınız ki, ekspert kimi, biz bu adamlara kömək eləyək. İndi dinləyək bunları, mən vəkil kimi nə bilirəmsə, mən bunlara istiqamət verim. İkram müəllim, verilişimizə 20 dəqiqə gecikmişdiniz. O 20 dəqiqə müddətində onlar danışmışdılar. Buyurun, indi sizin üçün danışsınlar. Buyurun. İndi bunlar ev kişinin adınadırsa, çıxarışı mülkiyyətindədirsə, oğlu bunu evdən çıxarıbdırsa, indi bu məhkəməyə müraciət edib eləməyibdir. İkram müəllim, deməli 93-cü ildə ev özəlləşib, orderlə kişiyə təqdim olunmuş ev olub, o özəlləşib 93-cü ildə, 2006-cı ildə evi məhkəmənin qərarı ilə özəlləşməni ləğv ediblər. Və ondan sonra da qalıblar bunlar çöllərdə. Özəlləşməni yəqin ləğv eləməyin səbəbi olubdur. Yəqin qeydiyyatda özəlləşmə haqqında 95-ci il qanunu var da, orada özəlləşəndə 5-ci maddə ilə qeydiyyatda olan adamların hamısının razılığı olmalıdır, 18 yaşına çatanların. Görür 18 yaşına çatmış adamın razılığı olmayıbdır denən, o da oradan yapışıb. Razılığı olub vaxtında, ancaq sonra deyib ki, mənim imzam deyil, özləri mənim yerimə olacaq. Yəni, nəysə, hər halda məhkəmə müstəbisindən mübahisələndirib, elədirmi? Məlum olubdur ki, bəli, bunun imzası deyil, yəqin ki, niyə ləğv eləyibdir, desin də. Yəni demək istəyirəm ki, əgər imtina eləyibsə ki, bu imza, ərizədəki imza mənim deyil, buna məhkəmə ekspertiza təyin eləməli idi. Ekspertiza təyin eləyibdirmi? Ekspertlər veribdirmi ki, imza bununki deyil? Bəs imza nətər getməyə bilər onda da? Yəni düzgün izahat vermək lazımdır da. Məhkəmə bəyənməlidir. Məhkəmə əgər orada ekspertin rəyi varsa ki, xətt onun deyil, imza onun deyil, demək özəlləşəndə onun hüququ pozulub, saxtalaşdırma olubdur. İndi mənə göstərmə onu, mənə lazım deyil o. Mən soruşuram sizə. Eşidirəm. Yəni nədir, indi soruşuram, bu kağızları götürüb gəzirsiniz qap-qap. Deyirəm ki, iş səninkidir. Ekspertlər veribdirmi ki, 18 yaşına çatan bu iddiaçı oğlanın orada imzası yoxdur ki, çünki qanunda nəzərdə tutulur ki, 5-ci maddədə hamısının yazılı razılığı olmalıdır notarial qaydada.
Yəni evdə Bəs deyir, qeydiyyatda oğlu baxı, olan İkram neçə müəllim, deyir, oğlu 18 baxı. yaşında adam varsa, məhkəmə deməli, yəqin ki, rəy var ki, onun imzası deyil də. Əşi, de da, niyə demirsən axı? Hə? Əl yazma onun tərəfindən yazılır. Yazılmır, bəs imza? İmzadan heç nə yazılmır. Nətər yazmaya bilər? Məhkəmə orada qərar verir ki, imza bununki əl yazma onun olmaya bilər. Notariusda 50 dana adam oturur, pul verirlər ki, gəl bu ərzələri İkram müəllim, bu məsələ ilə şəxsən məşğul ola bilərsiniz. Mən istiqamət verirəm, deyirəm ki, yəni belə də indi aydınlaşdıraq da. Gəlibdir vətəndaş, deyirəm aydınlaşdıraq. Əgər özəlləşmə ləğv olunubsa, deməli özəlləşmənin onu çıxarışı mübahisələndiribdilər. Görünür, imza onun deyil denən məhkəmə onu ləğv edib. Məhkəmə onu ləğv eləyəndə özəlləşməni, o demək deyir ki, bunu çıxartmalıdır. Çünki order bunun adınadır. Yəni, qanun nəzərdə tutur ki, 18 yaşına çatmış adamların qeydiyyatdadırsa, onların hamısı ərzə verə bilər ki, bəli, atamın adına özəlləşsin və ya deyə bilər ki, 5 nəfərik, 5-imizin də adına hərəm, 5də biri özəlləşsin. Bunu aydınlaşdırmaq lazımdır. Bunlar indi düz informasiya vermir. Yəqin məhkəmə qərar verib ekspertiza ona görə də ləğv eləmək o demək deyil ki, bunlar evdən çıxmalıdır. Orderinə verilmiş evimizdə. İndi siz evə qayıtmaq, köçülmək barədə iddia qaldırmısınız? İndi görürsünüz nə deyirsiniz, nə olsun deyirsən, o niyə çıxsın evdən? Bir yerdə mümkün deyil, onun da orada yaşamaq haqqı var. Adam açıq danışmaq lazımdır da. Məhkəmə sizə qətnamə çıxardıb ki, köçürülsün o mənzilə. İndi siz deyirsiniz ki, bir yerdə yaşamaq mümkün deyil. O necə olsun? O adam yaşaya bilmir İkram müəllim, o adam heç o evdə deyil bu dəqiqə. O evdə gəlini bir doğuldur. Bir dəqiqə Ceyran xanım. Qeydiyyatı yoxdursa, onda o nətər mübahisələndiribdir? Bizim digər qonağımız da var. İkram müəllim, təşəkkür edirəm sizə. Orderdə varsa, artıq heç qeydiyyatda olmasa da orderdə adı var. Deməli, özəlləşəndə onun orada payı var. Təşəkkür edirəm fikirlərinizə görə. Bu haqda Validə xanım, Ələkbər dayı, bu haqda Hüquq Müdafiə Bürosunda araşdırma aparılacaq. Əziz tamaşaçılarımız, əgər çıxış yolla müraciət etmişsinizsə, Hüquq Müdafiə Bürosu sizin işinizlə bağlı hüquqşünaslar vasitəsilə hara lazımdır müraciətlər olunacaq və son nəticəni sizlərə göstərəcəyik. Buyurun. Mikrofonsuz deyin, görün, vaxtımız azdır. Yaxındır. Sadəcə mən sizə bir söz deyirəm. Bax, burada bu maarifləmə verilişidir. Bax, bu üzr istəyirəm ekspertlər, hamımız da savadlı insanlarsınız. Mən də onu deyirəm ki, nəydən ötürü gəlmiş? Sadəcə olaraq burada mən yenə deyirəm, sizin böyük, baxmıram ki, küçədə qalmazın səbəbi sizin ən əvvəli sizdə o diqqətdən yayınıbdır sizin övladdır. Tərbiyədə bu da düzgün aparılmayıbdır. Yox, sadəcə olaraq baxsınlar bu verilişə, bu təkrar olunmasın. Söhbət ki, belə olmaz. Nərman da bir söz deyim də. İndi o Cavanşirin özünün övladları var. İndi o Cavanşirin övladları da Cavanşirdən tərbiyə götürür ki, ataya hansı diqqət lazımdır. Adına bax, Cavanşir. Adını qoyubsuz Cavanşir, amma görsünüz qalsın küçədə. Bir dəqiqə söz deyim. İndi Cavanşirin övladları da Cavanşiri o cür küçələrdə saxlamalıdır və yaxud döyüb çölə atmalıdır. Yox, mən demirəm ki, o da olmaz. O da şişirtmədir. Mən inanmıram ki, o onu döyüb çölə atar. Sadəcə olaraq bunların iddiası odur ki, yəqin məhkəmənin qətnaməsi var ki, bunlar o evə köçürülsün. O da orada yaşayır. Bunlar bir yerdə yaşamaq istəmir. Deyirlər ki, o çıxsın, bunlar yaşasın orada. Bunların niyyəti odur. İkram müəllim, 5 otaqdan söhbət gedir. Yox, ən azından 5 otaqdır, 5 otağın birində ataya vermək olar ki, orada sata bilməzlər, çünki orderli evdir, mülkiyyətdə deyil, nətər satacaqlar? Yox, o kişinin mülkiyyətində. Belə, bizim növbəti bir şikayətçimiz də var. Xanım, gəlin zəhmət olmasa, gəlin əyləşin bura, burada gəlin əyləşin. Füzuli rayonundan Qayıdış 11 qəsəbəsindən, bu qəsəbəmiz bilirsiniz ki, məcburi köçkünlər üçün salınmış bir qəsəbədir. Bax, o qəsəbədə müraciət edib xanım bizə. Mikrofonu verir xanıma. Bu arada, əziz tamaşaçılarımız, mən sizin hər birinizi həftənin 3-cü günü, əgər iş axtarırsınızsa, çıxış yolu verilişinə müraciət etməyinizi gözləyirəm. Saat 5 tamamda şəxsiyyət vəsiqələrinizlə bərabər, əgər əmək kitabçanız varsa, əmək kitabçanızı mütləq gətirin. Əgər diplomunuz varsa, təhsillisinizsə və mən çox istəyirəm ki,
təhsillilər bizə müraciət etsinlər. Çünki özəl şirkətlər çoxlu sayda təhsilli və əmək kitabçası olan vətəndaşlarımıza boş iş yerləri ilə müraciətlər var. Video çarxı izləyək. Mağazaya reklam meneceri tələb olunur. Şəraf mağazasına satıcı xanım tələb olunur. Azərbaycan ailəsi üçün kişinin işləməyi 100%-dir. Sağlamlığında bir belə deyim, məhdudiyyəti olan gənclərimizi də cəlb etmişik bu proqrama. Yəni trenlə işləməyə, yığmağa, mebel yığa bilirəm. Yəni bunlar bunu bacarırlar deməklə deyil. Bunlar artıq sertifikat da alıblar. Yəni doğru düzgün bacarırlar. Yəni bir dənə Photoshop bacarım. Yəni kimə lazımdır işçi, gəlib işləyərəm deyə. Yenə bu ölkənin inkişafına dəstək olmaq üçün gənclərə bizim böyük ehtiyacımız var. Əmək haqqı gündəlik 10 manatdır. Həftədə bir dəfə istirahət edəcəksiniz. Yaxşıdır, yönləndirərik siz ora. Rus dili müəlliməsi tələb olunur. Yaş məhdudiyyəti 45 yaşa qədərdir. Amma indi siz istəyirsiniz ki, hər hansı bir bağ evi olsun. Orada qala bilərsiniz. Elə bir yer olsun ki, o evə həm evə baxaq, həm həyətə, ağaca. Mən yoldaşım bağa, ağaca da baxam. Yaxşı, elə şeyləri bilir. Yay mövsümü gəldiyi üçün, yaxınlaşdığı üçün aşpazlara çox böyük ehtiyac var. Əmək haqqı razılaşma yolu ilə və əmək haqqı yüksəkdir. Bugün bura gələnlərimiz özlərinə layiqli iş yeri tapa bilsinlər. Paytaxtın ən elit, ən səs-küylü, məşhur istirahət və əyləncə mərkəzi olan 1001 gecə 2017-nin yay mövsümünə möhtəşəm şou proqramla başladı. 1001 gecə nağıllarında olduğu kimi bu məkanda siz şərqin sirli aləminə düşəcəksiniz. Bir-birindən maraqlı eksklüziv şərq rəqsləri, füsunkar rəqqasələr, ən populyar müğənnilər hər həftənin cümə, şənbə və bazar günləri sizə məxsusi şou proqram hazırlayacaq. Əyləncəli axşamlarınızı bizimlə bərabər unudulmaz etmək istəsəniz, sizi 1001 gecədə gözləyirik. Demək istəyirəm ki, gələndə düz danışıb sizə düz danışıb. Nə var, sənət var, Yəni qəşdə adamlardılar, biz bu insanlara kömək eləməliyik. Mən deyirəm ki, yaşlı mən yolunu insandır. göstərirəm. Mikrofona danışın, zəhmət olmasa. İkinci dəfə özəlləşməyə verildi. İkinci dəfə özəlləşməyə veriləndə 3 nəfər faktiki qeydiyyatda, kişi, mən, oğlan olduğuna görə 3 yerə 3də bir pay verildi. Qərar çıxdı. Apellyasiyadan təsdiq elədi. Sonradan Ali məhkəməyə verdilər də, nə lazımdır onu elədilər, o qərar ləğv eləndi. Təzədən 2 otaq yarım buna verildi də 2 otaq yarım da havada qaldı. Yaxşı, indi buna verilməyib. Yox, hep buna verilib 2 otaq yarım. Necə? Yəqin ki, orada övladları nəzərə alınıb və yaxud həyat yoldaşı nəzərə alınıb. Yox, onun həyat yoldaşının bu da qərarı var, onun çıxarışı, onun o evdə Yəni qeydiyyatda yoxdursa, o olmayıbdursa, Yəni İkram müəllim, bizim proqramımıza müraciət, belə deyim, bizim proqramımıza çıxış yoluna müraciət edənlərə var qüvvəmizlə dəstək olmağa, kömək olmağa çalışırıq. Amma tamaşaçılarımız indi hal-hazırda bizi izləyib elə başa düşməsinlər ki, gələn şikayətçilərin biz üzərinə gedirik. Düzdür, bu elə bir proqramdır ki, burada əsəblər gərilir. Hüquqşünaslar da, bilirsiniz niyə hüquqşünaslar əsəbləşirlər? Bir dəqiqə üzr istəyirəm. Çox vaxt biz o adamları belə deyək də, psixoloq olmadığımıza görə o adamların düzgün danışıb-danışmadığının o qədər də fərqinə vara bilmirik. Amma o artıq belə deyim, illərin təcrübəsi İkram müəllimi
göstərir ki, o artıq adamlar ağzını açıb danışanda bilir ki, hansı havadan danışır. İstəyirəm ki, siz düzgün danışın, biz düzgün istiqamət verək. Başa düşürəm. Başa düşürəm, amma belə başa düşülməsin ki, biz onların üstünə gedirik. Mən sizdən üzr istəyirəm ki, sözlər deyilir. Niyə? İkram müəllimin sözün qəribçiliyə salmaq olmaz. O adamın böyük həyat təcrübəsi var, o adamın böyük səriştəsi var. O artıq danışılanda bilir ki, siz olanların ən düzünü deməlisiniz ki, o sizə düz yol göstərsin ki, bu yoldan çıxasınız. Aydındır mı? İstəyirəm. İkram müəllimi mən efirdə, başqa efirlərdə görəndə o kişinin qarşısında mən siz efirdə görmürsünüz, mən həyatda tanıyıram. Yox, sadəcə olaraq onun mən böyük hörmətim də var, ona minnətdaram da, mən ondan incimirəm də, sadəcə olaraq işlə düz deyir, tanış deyil. Sadəcə biz Loğman müəllim vəkilin haqqında ona məlumat vermişdik, o haqda hələ mən ona minnətdaram. Mənim anam, bir 50 ilə qədər məndən başqa bu efirdə izləyənlər tanıyırlar. O gözəl etikanı gözləyən bir adamdır. Bəli, mən o gözəl xeyirxah bir insandır. O prinsipal bir insandır və haqqını haqqa verməyən bir insandır. Aydındır, təşəkkürümü bildirirəm. Bizim çox az vaxtımız var. Yazıqsınız da, sürünürsünüz o efirlərdə. Bunu düzünü deyin, düz istiqamət verin. Ona görə də mən belə deyim, çıxış yoluna gələn hər bir şikayətçi üçün bir dəqiqə üzr istəyirəm. O demək deyil ki, efirlərdə sürünürlər. Bura gələn hər bir şikayətçinin başımız üstündə yeri var və bir mənalı olaraq Hüquq Müdafiə Bürosunda bütün bu işlərlə sonuna qədər araşdırma aparılır. Yəni, mən buradan deyirəm, tamaşaçılarımız bunu bilsinlər. Və sizin də əgər sosial məsələlərlə bağlı bir probleminiz varsa, vaxt itirmədən və ürək açıqlığı ilə gələ bilərsiniz Lider televiziyasına. Birbaşa çıxış yolu verilişdə müraciət edə bilərsiniz. Bizim çox az vaxtımız qaldı. Biz Füzuli rayonundan gələn o xanıma vaxt ayıra bilmədik. Bu arada mən taksi xidmətinə dərin təşəkkürümüzü bildirirəm. Çünki çıxış yolunun bütün çəkiliş qrupu ilə bərabərdir. Ulduz 3000-ə siz də müraciət edə bilərsiniz. Ulduz 3000-in özəlliyi nədən ibarətdir? Bu taksi xidməti bütün şəhid ailələri üçün pulsuz gediş haqqı şərait yaradıb. Mən buna görə rəhbərliyinə Ulduz 3000-in təşəkkürümü bildirirəm. Və geri zənglər Ulduz 3000-də tamamilə pulsuzdur. Yəni, siz bu taksi xidmətindən istifadə etdiyiniz anda zəng edirsinizsə, sizə geri zəng olunursa, bax, bu xidmətdən də siz yararlana bilərsiniz. Minnətdarlığımı bildirirəm. Əminə xanım, bizim nə qədər vaxtımız var? Çox qısa vaxtımız var. Bizimlə bərabər işləyən, bizə informasiya dəstəyi olan saytlara dərin təşəkkürümü bildirirəm. Aspress saytına və Best FM radiosuna Agil bəyə buradan minnətdarlığımı bildirirəm. Yenə dediyim kimi, xanım gəldi, amma danışa bilmədi. Xanımın övladı ilə bağlı problemi vardı. Atalığın müəyyən olunması ilə bağlıdır və bu da belə deyim də elə bir məsələdir ki, bugün çox xanımlar çıxış yoluna bununla bağlı müraciət edirlər. Sabah proqramımızı sizinlə bərabər sizinlə açarıq. Əminə xanım, diqqətinizdə saxlayın, sabah xanımla bərabər açarıq. Sabah deyəsən sizin TNK analizi ilə bağlı məhkəməniz olacaq, düzdürmü? Analiz götürüləcək. Uşağın neçə yaşı var? 4 yaşı var. Atasının adını, soyadını deyin. Mikrofonla deyin, zəhmət olmasa, az vaxtımız var. Rayonun adını söyləyin. Məmmədov Bağır Qurbanoğlu, hansı rayon? Zəngilan rayon. Məmmədov Bağır Qurbanoğlu Zəngilan rayonundan hal-hazırda sizin, belə deyim, nikahdan kənar doğulub, düzdürmü övladınız? Kənar mən köçkün olduğuma görə nikahımız olmayıb, amma atalıq verib uşağa. Aydındır. İndi sizdən analizin... Xeyr xanım, mən birinci yoldaşım rəhmətə gedim. Analizin cavablarını istəyir. Sabah proqramımızı bu xanımla bərabər açacağıq. Atalıq veribdirsə, yəni doğum haqqında şəhadətnamədə atası odur da, elədir mi? Yəni... İndi ata deyir ki, mənim deyil övlad. İndi imtina edir. İndi imtina edir. Dərdimiz burasındadır. Yaxşı, indi o imtinanın nəyinə, o sən nə maneçilik törədir ki, mədi? Üzr istəyirəm, hər birinizdən... Aliment alanmır. Hər birinizdən üzr istəyirəm ifadəmə görə. Mənim yoldaşım 1999-da rəhmətə gedib Naxçıvan rayonunda. Mən özüm 2003-də ailə qrup Naxçıvana getmişdim. Aydındır, xanım, çox xahiş edirəm. Proqramımız bitir. Sabah sizinlə bərabər başlayacağıq. Dəyərli ekspertlərimizdən də xahiş edərik. Sabah proqramımıza iştirak edərlər. Çox sağ olun, minnətdarlığımı bildirirəm.